Mənə elə gəlir ki, 21 yox, 1001 ildir yaşayıram bu dünyada. Və 1001 ildir nə boyum artır, nə enim. 1001 ildir dikilib yollarına gözlərim. Gözləyirəm, gələsən. Girəsən qoluma, düşək sabahın yoluna. Dünya bir pəncərədir, hər gələn baxar gedər. Bu qədim misal zaman-zaman dilimizin əzbəri olubdur. Bu dünyadan gəlib keçən insanlar haqqında deyilibdir. Amma hər kəs bu pəncərədən, bu dünyadan gəlib keçərkən özündən sonra bir iz qoyur. Eləcə də şairlər, yazarlar. Onların arasında Faiq Şəmiloğlu'nun xüsusi yeri var. Bizim üçün, onu tanıyanlar üçün, onu sevənlər üçün və onun şeirlərini oxuyanlar üçün. Faiq Şəmiloğlu kimdir? Şair, yazar, jurnalist, teatrşünas. Ən əvvəl isə o böyük insan idi. Böyük qəlbə malik idi. Bəzən Faiqin şeirlərini oxuyanda istər-istəməz Faiqin özünü görürsən orada. Fağır oğlan, sakit oğlan. Amma bu fağırlığın, bu sakitliyin içində bir dünya var idi. Bir dalğalı dəniz var idi. Bir etiraz var idi baş verənlər ətrafında. Günlər səhra kimi gəlib keçmədə. Dəvəsiz yolcuyam, xəbərin varmı? Gümanlar an kimi qərib keçmədə. Ovluyam, ovçuyam, xəbərin varmı? Bilinmir ömürdür yadakı oyun. Bir kör quyu kimi unudulmadan. Kədəri, sevinci bilinmir bunun. Bilmirəm səsləyim kimi son anda. Dama pəncərədə sürüşən kimi sürüşür qəlbimdə soyuq bir kədər. O qəmli tanış nəğməni kimdə oxuyam? Deyin, oxumasın, mümkünsə əgər. O dərin amına görə Tanrı hamının ruhunu çəkmir göylərə. Pak olmayanların ruhu da bədəni kimi çürüyür torpaqda. Müqəddəslər isə dünyada gözəl, bizi heyran qoyan, heyrətləndirən nə varsa, axan sular, ətir saçan gül çiçək, bitən, göyərən, ruhumuzu oyadan səslər, nəğmələr, hər şey Allaha yaxın olanların nişanəsidir.
Göylərə çəkilən onların ruhudur, bizləri arxalarınca saflığa, müqəddəsliyə səsləyirlər. Ölüm süvarisi, ağatlı, tanrı qismətli, baxtlı, faiq kimi. Mən istəyərdim ki, Faiqin bir qədər jurnalistik fəaliyyətinə toxunum. Faiq mənim ömrümün 2 ili və Faiqin ömrünün son 2 ili bir yerdə keçib. Biz bir redaksiyada işləmişik və o zaman çox keşməkeşli, qəribə, qarışıq bir dövr idi. Həmin dövrdə nəyin düz olduğunu, nəyin necə olacağını, sabahın necə olacağını bilmək çətin idi. Və həmin dövrdə məhz Faiq ilə mən qəzetdə işlədik. Həmin qəzeti isə digər qəzetlərdən fərqləndirmək lazım idi və Faiqin istedadı ilə biz bu qəzeti ən oxunaqlı bir qəzetə çevirə bildik. Burada xüsusilə Faiqin əməyini qeyd etmək lazımdır. Çünki Faiq jurnalist deyildi. Faiq teatrdan gəlmişdi. Bir qədər İnam qəzetində işlədi. O zaman Toxtulu kombinatından sonra şəhər qəzetinə keçdi. Və Faiq şəhər həyatına rəhbərlik edirdi, şəhər həyatı şöbəsinə. Həmin dövrdə isə o qədər hadisələr baş verirdi ki, Faiq hər bir tədbirdə iştirak edirdi. Sadəcə yazmırdı, baş verənləri yazmırdı. Eyni zamanda özünün o qəlbinin döyüntülərini həmin yazılara gətirirdi. Həmin dövr müharibə dövrü idi, şəhidlərin gələn dövrü idi, keşməkeşli dövrü idi. Faiqin həmin dövrdəki jurnalistik fəaliyyətində müharibə və şəhidlik mövzusu xüsusi yer tutur. Müharibə haqqında bəzən öz yazılarında bildirirdi ki, biz elə bilirdik müharibə tez qutaracaq. Amma bu müharibə bizim səbrimiz qədər uzandı. Və bu müharibə özü ilə şəhidlər gətirdi. Biz bir gündə 4 oğlu torpağa tapşırdıq. Başqa bir yazısında isə yazırdı ki, erməniləri qanda boğmayınca biz heç zaman bu müharibə başa çatmayacaq. Və bu oğulların məzarı vətən torpağında çınar kimi böyüyəcək, çınar kimi yayılacaq. Başqa bir yazıda isə Faiq bəzən etiraz edirdi ki, Xocalı faciəsinin il dönümü ərəfəsində o yazı yazmalıydı. Və bu yazıda o ürək ağrısı ilə deyirdi ki, nə yazım, necə yazım? Necə yazım ki, əgər son 1 il ərzində biz o vəhşiliklərin intiqamını ala bilməmişik, biz o qanı yerdə qoymuşuq. Ümumiyyətlə, Faiqin dünyasında belə bir fikir var idi ki, tarixi özündə əks elətdirməyən hər bir qəzet tarixin yaddaşında qala bilməz. Və çalışırdı ki, bu yaddaşı öz qələminin imkan verdiyi dərəcədə xatirəyə çevirsin, yaddaşlarda qalsın. Mən səni məhəbbətin sirli dünyasına aparacağım deyirdin sevgilinə. Elə deyirdin ki, elə bil o sirli dünyanın gözəlliyindən təkcə sən xəbərdarsan, sən görmüsən, sən bilirsən. Elə bil o məhəbbət dünyasının kəndarından təkcə sən keçmişdin. O aləm səndən başqa hamıya bağlı bir qapıdır. Nə olduğu, niyə belə olduğu haqqında heç düşünmək belə istəmirdim. Çünki varlığın, ruhun məhəbbətdən yaranmışdı. Yer, göy,
bütün göyərən, bitən, uçan. Herkes senin məhəbbətinin dairəsindəydi. Sen sevmek, sevilmek, sevgilinden insanlara pay vermek için gelmiştin bu dünyaya. Elə bu məhəbbətin özü də bir bəla idi sənə. Vətən, torpaq, insan, ana, ata, bacı məhəbbəti bal kimi, qan kimi hopmuşdu ürəyinə. Yazıq ürək. Bu boyda eşki necə daşıydı özündə. Bu məhəbbətdən necə alışmayıb yanmayıydı. Sevgidən, məhəbbətdən məst olub, necə qurban verməyiydi özünü onlara dostum. Faiqin eyni zamanda bir məsələdən xüsusilə danışmaq istəyirəm. Burada Faiqin xüsusi əməyi var idi. Həmin qəzetin müəyyən səhifəsi Zurna adı altında çıxırdı. 3 bölüm çıxdı Faiqin rəhbərliyi altında. Benetkin belə bir sözünü o həmişə əsas tuturdu ki, Benetkin deyirdi, Saytira şən və hazır cavab insanların hırs oyunu deyil. Bu eyni zamanda cəmiyyətdə təhqir olmuş insanların qəzəbidir. Faiq həmin bax bu sözü əsas götürərək o müəyyən şəhərin ictimai siyasi hadisələrində baş verən hadisələri özünün o süzgəcindən keçirirdi. O hadisələrə bir humoristik, bir satirik nəzərdən baxırdı. Və məhz Faiqin bu yaradıcılığının sayəsində təsəvvür edin ki, o zamanki şəhərdə baş verən hadisələrin iştirakçıları xüsusilə də bəzən özlərindən asılı olmayaraq səhv hərəkətlər eləyən, yaxud da düşünülmədən bir söz deyən insanlar məhz o qəzet səhifələrində Faiqin o qələmindən sonra özlərini ad çəkilməsə də özlərini görə bilirdilər. Ümumiyyətlə, Faiq yaradıcılığında, Faiq jurnalist deyildi. Yəni o yaradıcılığında ömrünün son 2 ilini jurnalistiklə məşğul oldu. Buna qədər isə Faiq şair idi. Faiq teatrşünas idi, teatrda işləmişdi. Bizim bu müsahibə verdiyimiz Mərziyə Davudoğlu'nun Mingəçevir Dövlət Teatrında Faiqin əsəri tamaşa qoyulub, Faiq yaradıcı heyətlə bir yerdə tamaşalar izləyibdi. Faiqin şeirlərində müxtəlif mövzular var idi. Vətən mövzusu, xüsusilə də o vətən mövzusunu başqaları kimi pafoslu sözlərlə demirdi. Yəni, bir çox şairlərimiz var, mən onları qınamıram. Əslinə qalsa belə də olmalıdır. Şair müxtəlif dilin xüsusiyyətlərindən, epitetlərdən istifadə edərək vətəni tərənnüm edir, onu bir dayaq olduğunu görür və tərənnüm edir. Eyni zamanda vətəni sevdirməyə çalışır. Amma Faiq nə deyirdi? Deyirdi ki, mən sənə şeir yazmıram vətən, bunu mənə bağışla. Amma mən səni sevdiyini insan dilinə gətirməyən kimi, mən də səni sevirəm.
Amma mən o sevgini dilə gətirə bilmirəm. Yəni məni qınama, mən sevgimi içimdə çəkirəm. Baxmaq istəyirəm gözlərinə mən, ancaq baxışlarım dönüb qaçır hey. Əllərin üşüyür, gizləmə məndən, verim ürəyimi, əllərini hey. Deməli görmüsən səadət nədir? Gecələr bəyaz ayı səmanı gördüyün kimi. Görürsən, köksünə baş qoyub kədər, xısınca ağlayıb, nə vaxtsa bir qız. İsti oldu ağladım, tüstü oldu ağladım, bəsdi oldu ağladım, bu ki səbir olmadı. Bir çiçəyə baxırdım, bir ürəyə baxırdım, öldüm deyib yıxıldım, bu ki qəbir olmadı. Küləklərə ney olmuşam, hər işi giley olmuşam. Bilməm, niyə doğulmuşam, bilməm, niyə ölənmirəm, bilməm, niyə ölənmirəm. Güllü köynək kənd uşağı, arzuların göy qurşağı, hara belə. Ürəyim bir çiçək üzü, ürəyim bir bulaq gözü, hara belə. Sonra Faiqin yaradıcılığında, xüsusilə də mən o vaxt bir yerdə işləyəndə Faiq öz dostu, tələbəlik dostu Azər Turanın məktublarını verirdi. Biz bir yerdə bəzən məsləhət edirdik, o yaradıcılığıyla bağlı, onun ötəri illərə bağlı söhbət edirdi və onun Azər Turana göndərdiyi bir məktubda yazırdı ki, Azər, sən bu dünyanın ən xoşbəxtisən, çünki sənin ürəyin ağrımır. Çox qəribədir. Faiq heç vaxt şeirlərində, yazılarında həyatda ürəyi ağrıdığını dilə gətirmirdi. Amma şeirlərində ürəyini sanki oxşuyurdu, sanki əzizləyirdi ürəyini. Faiqin belə bir şeiri var. Yəni o şeirlərin ümumiyyətlə əksəriyyətində sonradan oxuyanda onun özünü görmək olur. Yağma qar, çətin ki ağaram, məni qara buğdaya doğub anam. Tutaq ki ağartdın saçlarımı, ağartdın dabanı yeyilmiş 42 ölçülü ayaqqabılarımı, ağartdın geyimimi, kecimi, ağardı bilməzsən bəxtimi, yağma qar, çətin ağaram. Yəni, Faiq şeirlərini oxuyarkən orada Faiqin özünü görmək olurdu. Qarabuğdayı oğlan və bu qarabuğdayı oğlan hər şeyi ağarda bilərdi, qar. Yəni, ətraf qar yağında sözsüz ki, ətraf mühit dəyişir, başqa bir formaya gelir. Amma Faiq bunu bədii qələmlə yazmışdı ki, hər şeyi ağarda bilərsən, amma mənim bəxtimi ağarda bilmədin. Və biz sonradan bilirsiniz, onun ölümündən sonra bu şeyləri daha çox yayıldı, daha çox çap olundu. Dostları Azər Turan onun bir neçə şeir kitabına Surxay Həsənli şeirini buraxdı və bu şeylər yayıldı. Hətta bu şeylərin sözsüz sorağı Türkiyədən də gəldi. İsa Kayacan iynə boyu şeirləri Türkiyədə çap elədi. Onun haqqında müxtəlif qəzetlərdə yazılar yazıldı. Amma bu şeirləri oxuyandan sonra, diqqətlə oxuyandan sonra baxırsan ki, burada Faiqi görmək olur. Qarabuğdayı oğlan, fağır oğlan, özünə qapanan oğlan. Amma o iynə boyu şeirlərlə böyük bir dünyanı göstərirdi insanlara. İynə boyu şeirlər yazıram. Bəzən duzlusu olur, bəzən duzsuzu. Uğurlusu da olur, uğursuzu da. Oxumaq istəsən, oxusan da sağ ol, oxumasan da.
Ləçəksiz çiçək kimiyəm, qayıqsız kürək kimiyəm, arısız pətək kimiyəm, küləklərə ney olmuşam. Gözlərimdə kədər, sifətim gülər. Mənim kədərimi bilən, bilməyən yox. Lalların dilini anası bilər. Fağır oğlanların dilini bilən yox. Mənim şeirlərim göz yaşlarımdır. Orada könül açan bir şey tapılmaz. Mart ayı, göy dəniz mənim həmdəmim. Həm isti olarıq, həm dərin soyuq. Fağır oğlanların dilini bilən yox. Deyirəm bir şəkil çəkdirəm gərək. Vallah bu gündəyəm, sabah bilmirəm. Bu qədər hicrana dözərmi ürək? Aylı bir gecədə oturub yalqız, qəmli bir nəğməni oxuyursansa, deməli baş qoyub sənin köksünə, ısınca ağlayıb, nə vaxtsa bir qız. Soyuq gecələrin yalqızlığında ulduzlar üşüyər, ürəyim yanar. Məni kim ağlayar, məni kim arar? Kimin yadına düşəcəm? Bir isti yay günü, bu ayna sularını mı, üzümü özündə saxlamır? Kimin yadına düşəcəm? Yağışlı bir payızda, bu asfalt yollarını mı, izimi özündə saxlamır? Üzümü üzündə saxlamır. Səndən nə qaldı bizə? Xatirələr, bir də ki gözəl kədər, sadiq köpək kimi kədər. Ümumiyyətlə, Faik haqqında mən bir məsələni deyim ki, Jules Verne'in belə bir söhbəti var, belə bir yazını qələmə alıbdı, ölülər haqqında. Orada belə bir iki ölünün arasında belə bir söhbət keçir ki, yatmışsan, bəs sən, mən də yatmışam, amma bilmirəm mənə nə olub. Nə olubsa, səhərlər heç cür oyana bilmirəm. Adətən insan dünyadan köçəndə onun haqqında dünənindən danışırlar. Çünki o ölən insanın bugünü yoxdur, sabahı yoxdur. Amma Faik fərqli olaraq onun şeirləri qalıbdı, yazıları qalıbdı və onun yazıları bugün bizimləndir, bugünü də var və onun yazılarının, şeirlərinin sabahı da var. Mən bir məsələni də qeyd edim ki, bəzən biz danışırıq, kimsə ağlayanda, nəyəsə kədərlənəndə soruşuruq, niyə ağlayırsan, nədən ağlayırsan, sevdiklərimizi itirdiyimiz üçün. Faik məhz o insanlardan idi ki, sevdiyini, sevgisini qəlbimizdə daşıyırıq bugün. Amma bununla belə, nə qədər ki biz yaşayırıq Faik haqqında, Faikin sevgisi bizim qəlbimizdə yaşayır. Bununla belə, Faikin şeirlərini oxuyanların da qəlbinə Faik sevgisindən bir nur payı düşür. Tanrı sən ruhlar kimi müqəddəs yaratdığı üçün bağlıydın ruhlara. Ruhlarsa bilirsən ölmür, Allah mərtəbəsinə qalxırlar. Sən hər şeydə, həyatda, əməldə, insanlarda, bütün maddiyyatda və mədəniyyətdə bir ruh müqəddəsliyi görürdün. Atamın başında boz papağı, toz papağı. Atamın başında halal papağı, düz papağı. Atamın başında öz papağı.
Atamın süfrəsində duzu, çörəyi, atamın süfrəsində halal çörəyi, düz çörəyi, atamın süfrəsində öz çörəyi. Sənin üçün əzaba çevrilmiş bu dünyada naqis, eybəcər, heç bir şey yox idi. Hər şey, hər kəs ağ-mavi pərdədə saf görünürdü sənə. Çünki ruhun hakim kəsilmişdi varlığına. Hissin, düşüncən, müqəddəslikdən geymişdi paltarını. Onun üçün də belə tez çatdırdın özünü müqəddəs ruhlar məkanına Faiq. Hər dəfə mən bura gələndə sən yadıma düşürsən Faiq. Sən də şəhid idin.